Mən bugün mən bugün bu monotonluğuma renk katmalıyım. Onu seçdin sən? Yok. Çəkmişəm cövrü cəfa mən. Konsertimizin birinci hissəsinin sonuna yaxınlaşdıq. Sonda bir əsər çalacağım. Onun haqqında da, onun tarixçəsində sizinlə paylaşmaq istərdim. Məhbus həyatı deyərdim, hamımız üçün yaşandı 2020-ci ildə, pandemiya gəlişində. O vaxtları biz sənətkarlar da, biz də sizlər kimi evlərə kapılmışdıq. Mən də Amerikadakı evimdə orada. Bir şeylər demək istəyirdik sənətimizlə ki, göstərək ki, insanlara bir ümid yolunu göstərmək istəyirdik. Bəziləri evlərindən konsert verirdi, mən də vermişəm. Bəziləri balkonlara çıxıb konsertlər verirdi. Bu dönəmdə mən də bir əsər var ki, Hacı Xan Məmmədovun, unudulmaz bəstəkarımız Hacı Xan Məmmədovun yazdığı bir əsərdir. Onu ifa elədim, amma onu dünyanın bir neçə başqa ölkələrindən olan sənət yoldaşlarına elədim, onlayn üzərindən. Amma o gündən bu günə qədər bütün konsertlərimdə bu əsəri ifa edirəm. Nəyə görə ifa edirəm? Bunu artıq mən dünyamıza bir sülh və əmin-amanlıq duası kimi Fikrimdən gecələr yata bilmirəm. Bu fikri başımdan bizlərlə keçirdiniz, öz enerjinizi bizlərlə paylaşdınız. Bu bir sanatçılar üçün çox önəmlidir, canlı konserti dinləmək və bu cür necə deyərəm, həzz almaq
səmimi həzz almaq. Geldim. Hello. Salam. Dedim ne kadar ki çok dolu değil buraya çekip siz için video. Salamlayayım sizi. Artık siz benim 2 günümü görmüşsünüz. Bugün Crescent Mall'da qadın sahibkarlara dəstək üçün tədbir var. Arxamda əslində stend qurulur. Mən isə rəfiqəmi gözləyirəm. Onunla bir gəzəcəyik. Bilirsiniz ki, o da bir qadın sahibkardır. Cəvahirat Az. Məncə, mən Instagramını bura qoyaram. Girib baxarsınız. Özünüz hər şeyi anlayacaqsınız. Nə demək istəyirəm. Ona görə belə tədbirlər mənə də, rəfiqəmə də çox maraqlıdır. Çalışırıq həmişə. Daha çox pasajda olur belə tədbirlər, yarmarkalar. Gedirik, iştirak edirik, mütləq ki, neysə alırıq. İstirik, sadəcə maşına aparıb şeylərimizi qoymayaq. Məncə isti deyil, mən hələ donuram. Bu mütləq. Çalışacağım hər stendi çəkim. Məncə də. Fatya xanımı gözüm axtarır bir tərəfdən. Gəlin çəkim. Çox qəşəng deyil. Biz mən daha çox şamlara bayıldım. Çok güzel hazır. Oo, şamlar yine. Selam. Aa, kruasanlara bakın. Çok qəşəngdi. Bunlar təbii balonlar bu arada. Düzü rəngindən görən kimi hiss elədim. Ay, çok güzeldir. Sizin deməli Musera. Düzdür mü? Allah. Çok qəşəngdir. Hələ bunlar. Bunlar gildəndir. Bəli, Aha. yemək içində broşki. Çok qəşəngdir. Bunlara bayıldım. Bu broşlara. Bereketli olsun. Ay ya, herkes bunlara bak. Güzelmiş. 2025-ci ildə yaradılıb. Aha. Güzgülər, hər bir formatda güzgülər sifariş qəbul edilir. Aha. Həm boyda, həm belə deyim, home decor, Aha. daxili dizayn, həm də xarici dizayn. Təcili toxuram. 10% indirim toplayın. Next'in türküsü. Güzel. Güzel değil mi? Kaldım necik gösterim. Mercan. Aa. Mercan həm. Mercandan aldım üzüyü. Hardan? Zeva Bayayten. Zeva Bay Ayten. Burada. Aa, özüm oradan baxım da, oradan. Uzaq baxım görəsən deyim. Başlayaq özümüzü, təbrik eləyək bütün xanımlarımızı. İndi isə mən də istafet edəcəyəm Fatma xanıma. Fatma xanımın çıxışı daha maraqlı olacaq. Mən quru danışdım, amma Fatma xanım sizi hədiyyələrlə təbrik eləyəcək. Yəqin ki, bu yarmarkada iştirak etməyə artıq vərdiş edən xanımlarımız da Ne güzel bakın böyle küçük güzgüler var. İndi soruşacağım kim hamıdan çox ifritədir. Ateşməyə oxşamır canım. Ay bacışka. Mənim kimi qaşqabaqlıdır. Ben çekmişti olarken biz
gedib görüm, nə alım. Deməli, bu nədir? Birinci göstərim, sonra oxuyum. Yoxsa oxuyum, sonra göstərim. Deməli, bu bir cüt göyərçin, dostluğun və sevginin simvoludur. Onlara sahib olduğumuz müddətcə dostluğumuz əbədi olaraq qalacaq deyir. Və gedib Nərgiz. Bunu çək. Düşürərəm deyə çox qorxuram. Bunu bayaq gördük bu arada. Bir gedib 2 dənə belə göyərçin alıb. Bu bizim dostluğumuzun simvolu olaraq əbədi qalacaq. Amin, amin. Bilirsən mi? Ayten mən görəndə şok olacaq çünki görməyib ki, mən burada saxlamışam. Deyir, elə bildim sən oradasın. Pəncərəmi açamadım çünki açarı çıxartmışam. Yox, çəkmədim. Deməli, başlanğıc yolumuz 2009-cu ildən başlamışdır. Müxtəlif növ ətir məhsullarının satışını həyata keçirərək müştərilərə yüksək səviyyədə xidmət göstərmək, onların məmnun. Leyla Əliyevanın rəsm əsərindən ilhamlanaraq qablaşdırılmış parfümdür. Bayaq bunun parfümünə, daha doğrusu parfümün qoxusuna baxdıq. Çox gözəl qoxusu var. Həqiqətən də meşə qoxusundadır. Parfüm və seçməkdə səbəb yerli olmalı. Nefesinde yaşıyor. Köyleğimin kırışı. Ay Allah. Aha. Yes. Aa, süper. Sizdeyim. Eynək və aha var əslində. Yes. Biraz da mən görüm. Mahnımız yaxdır. Okay. Buna detallı çox verərəm. Sen de vlog alabilirsen. Eləyəcəm 100%. Şerhe yazacağım şuradaki kısmını. Məncə isə hamı tanıyır. Telefonla da danışa bilərsiniz bu arada. Ha? Baxırsan, oyunda baxma. Yaxşı ki baxmamışam. Çəkirəm mən. Bir dəqiqə dinç dayanmadınız. Sen şantaj şeyi çekirsin. Diyeceğim. Diğerleri Tabii ki yürümüyor lazımda. Hiç ne atamayın. Vloga çekirəm onsuz. Ne oldu? Rahat kəsirəm. Salam. Saçımı düzəldim. Gəlmişəm Ağşəhərdə City Park mola. Burada Aytəndən Yorkada çəkilişimiz var. Çalışacağım yenə çəkim, təbii ki, həmişə kimi. İşə başlamamış yüzümü göstərim. Həmişə özüm yadımdan çıxıram çünki mən lookum belədir. Birazdan tam göstərərəm. Yeni yaz kolleksiyasını çəkirik bu arada. Ayca.
Salam. Mikrofonları yoxlayacağım. Mikrofonları yoxlayaq. Görək necə düşür səsimiz. Deyib. 1-2-1-2 səs. Bugün dedim ki, veşikaları mən tutacağım, o işə mən baxıram. Bugün veşikalar Aytənə həvalə. Bəli, ki bir faydam olsun burada. Çünki Aytaç çəkir, Kamran styling eləyir, mən də heç olmasa bunları tutum. O sportivin harada mən tapıram. Görəcəklər. Onu sən edit eləyəcəm. Bir də İspaniyadan öncə sifariş verirlər, onu da edit eləyəcəm. Hamısını verəsə məşhur ol. Sonra sənə mənzarəyə buraxmayacaqlar. Nə qədər məşhur, hə? Sənə mənzarəyə buraxmayacaqlar. Arzu tut. Baraban medroid. Sarı. Sənə düşdü. Sənə bunu alıram Aytaç. İstədin, istəmədin geyinəcəksən. Sonra mən də səni styling edirsən. Bu paltara gözüm düşüb. Super. Sən də məndən arıq olduğun üçün. Belə də talyasız qəşə oturacaqdı. Kamran talyasında bu dəqiqə. Neyse qızlar, paxıllıq çəkməyək. Sör səsimi də yoxlayarsan Aytaç ki, mikrofon buradadır. Sonuncu look, altı bazar rəfiqələrimlə. Kepkamı. Elə bir çatmırdı nəsə. Elə bir də məndə çatmır, amma sən demə kepka çatmırdı. Niyə gülmədin zarafatıma? Güldüm. Sən yaraşır belə şey. Çox qəşəng. Hə, mənim stilim budur. Belə bahal stilim, mənim stilimdir. Sağ ol. Və Aytən, nə deyirsən? təsəvvür Sən mənim də ağlıma gəlmişdi ki, elə bir ki, burada nəsə çatmırdı. Buyurun, buyurun. Keçin, narahat olmayın. Hə, mən də əvvəllər belə utanırdım. Sonra İkisini mən oradan girmişdim. Burada var, orada var. buradan baxaq bir dənə. Məncə burası. Deyim ki, Kamran mən deyəcəm ki, Kamranla birlikdə yaz möhtaçına çıxdıq. Bugün biz New York'dayıq. Və Kamran, mənə əslində 3 dənə look lazımdır. Biri Evet. rəfiqələrimlə düşəcək 3 dənə look lazımdır. Fikirləşdim ki, birinci Buradan başdan. Sipəzə. Əslindədən başlayayım, hə? Əslində Kamran, mən düşündüm ki, mənə 3 dənə look lazımdır. Biri rəfiqələrimlə kofe içmək üçün Instagrama şəkillər çəkəcəm orada. İkincisi belə insanlar keçəndə. Arxa nə qədər adam keçdi. Hamı məşhur olmaq istəyir. Hə, birinci look rəfiqələrimlə kofe içmək üçün, ikinci look hansı tədbirə gedəndə bilirsən ki, mən məşhur adamam. Bəli, tez-tez mənə tədbirlər çağırır və üçüncü də ki, date gedəndə. Əla. Tapa bilərik? 100%. Getdik. Bitti. Ayrıldıq, mənim bugünlük bu qədər çəkilişim. Bugünəcən bir çəkiliş salmışam, çünki bugün, sabah bir gün çəkilişlərim çoxdur. Ona girib bir-bir salıram ki, bugün elədiyim çəkilişin montajını elə bugün eləyim, bitirim ki, sabah işinə qalmasın. Sabahki çəkilişi də sabah eləyim, bitirim, o bir günkünü o bir gün. 8 Martda çox qəşəng çəkilişim olacaq. Evə elə indicə gəlmişəm, amma məni bu gözəl tülpanlar qarşıladı. Dünən rəfiqəm bizə gəlmişdi, gətirmişdi. İndi düzdür açılıblar. Axşama doğru bağlanacaqlar təzədən. Burada 2 cürdür, bir ağ və çəhrayı olan, bir də narıncı və çəhrayı olan. Tülpanları çox sevirəm ümumiyyətlə, indidəki sezonudur. Bir də belə mənə kitab gətirib. Hansı ki, çox nazik idi, mənə elə gəlir ki, 1 saatda falan bitirərəm. Deyir ki, oxumuşam, çox bəyənirəm. Ona görə sən də gətirdim. Bir də yadımdan çıxmışdı kargonun gəldiyi. Belə açdım bir dəfəlik baxmağa. Məncə düz oxuyuram, etiket oxunur. Bundan yaşılı var məndə, ağı var. Bir də bozunu aldım. Məncə bütün hər rəngini alacağım, çünki o qədər rahatdır və tam belə mayka tipajında deyil, arxasında düz xətti var. Bu arada paketləri açdım, əlim qaraldı. Bir dənə belə %100 pambıq olan crop almışam. Əslində bunlar crop deyil, çünki yarım deyil, uzundur. Sırf uzun olduğuna görə çox sevirəm bunları. Və bir də belə tikişli trapesti səhv eləmirəmsə bu da, yoxsa A kəsimdə hələ yoxlamamışam. Bunu Havoşdan almışdım. Rahat olur çəkilişlərə geymək. Heç reklamın yeri idi başlayan vaxtı. Qəşəng bir dənə mahnı qoyaq, başlayaq. Ay Allah'ım, bir dənə mahnı tap.
Deməli, bayaq həmən gəlmişəm. Mən günorta evə gələndən başlayım deyirəm. Hələ də başlayıb qutara bilməmişəm. Saatı görürsünüz necədir, amma mən yenə də çəkəcəm bunu. İlk öncə bayaq özüm baxırdım ki, nə danışacağam, nə edəcəm və s. Girdim ki, görürəm detallandıqca çox detallanır. İlk öncə ilk səhifədən danışacağam, daha sonra hər birinin içərisinə detallı girəcəm. Birinci başlayıram fotoqrafik stil. Bunu bilirsiniz ki, bu arada gəlin öncədən belə başlayım. Mənim telefonum 17 Pro Max-dır. Bundan 3 gün öncə 15 Pro işlədirdim. 15 Pro'da da eyni ayarlardaydım. Fotoqrafik stil 15 Pro'da yox idi. Burada mən standartı seçmişəm hal-hazırda. Çünki mənə manual işləmək çox rahatdır. Özüm manual tonlamanı eləyirəm. Mənə daha rahat olur. Siz burada istədiyiniz canlı, rose, nötr, soyuq, hər şeyi qoya bilərsiniz. Və yaxud da çox zaman əgər istəyirəmsə, burada özəlləşdirdiyim tonajı da seçə bilərəm. Buna tam ətraflı sizə başqa vaxt girəcəm. Gəlirəm hamıda olan standart bu hissəyə. Mən video kaydını 4K 60 FPS qoyuram. Gəlin başa salın ümumiyyətlə 4K nədir, FPS nədir, niyə 60, fərqləri nədir? Mən sizə qısa və özümün başa düşdüyüm, praktik elədiyim şəkildə başa salacağım. Siz əlavə məlumatları istədiyiniz hər yerdən hər şəkildə ala bilərsiniz. Bunu təbii ki bilirsiniz. Axtarsanız daha da çox şey çıxar. 4K ümumiyyətlə videonun rezolutionidir. Yəni bu deməkdir ki, video 3840-ın 2160 pikselli ölçüsündədir. 4K görüntü daha detallıdır, daha kəskindir. Montajda zoom eləmək imkanı isə daha çox keyfiyyətli verir. Ona görə də 1080 deyil, mən 4K seçirəm. Öncədən 1080 idi. O da nəyə görə? Deyirdilər ki, Instagramda gərək 1080 rezolutionda montaj eləyəsən ki, sonra eksport eləyəndə orada keyfiyyət ölməsin. Amma artıq o neçənci ildə qaldı. Artıq elə bir şey yoxdur. Instagram 4K-nı rahatlıqla dəstəkləyir. Bu arada mən highlights bölümündə paylaşdığınız şəkil və yaxud video hansı keyfiyyətdədirsə, elə də paylaşılmağını istəyirsinizsə, onun üçün Instagramda bir hissə var, onu açmalısınız. Highlight bölümündə qoymuşam, hansında indi xatırlamıram. 4K və 1080-i belə başa düşdük. Keçirik FPS-i ümumiyyətlə. FPS nədir? Bu gördüyünüz 24, 30, 60 belə gətirim. 120 olan hissədir. Ümumiyyətlə FPS frames per second deməkdir. Yəni saniyədə neçə kadr çəkildiyini göstərir. Məsələn 30 FPS saniyədə 30 şəkil, 60 FPS saniyədə 60 şəkil deməkdir. Bu videoda isə 30 FPS 30 kadr, 60 kadr. FPS artdıqca görüntü daha smooth olur. Yəni smooth bulur deyil, daha yumuşaq keçidli olur. Yəni hərəkətlər daha axıcı görünür. Qısacası FPS nə qədər yüksək olursa, görüntüdə bir o qədər axıcı görünür. 30 və 60-ın fərqi nədir? Daha çox bunlar məşhurdur. 30 ay, boğazım qurudu. Nəfəsim kəsildi. 30 daha çox istifadə olunur film çəkilişlərində, sinematik videolarda, vloqların özündə. Çünki bu görüntü insana film hissiyatını verir. Amma 60 FPS isə hərəkətli səhnələr üçündür. Əgər gəzişmə, yəni gəzən anda çəkəcəyiniz video olacaqsa və yaxud da ki slow motion üçün məhz o kadrı çəkirsinizsə, onda siz 60 FPS-dən rahatlıqla istifadə edə bilərsiniz. Məndə çox vaxt 4K 60 FPS-də qalır. Çünki reklam çəkilişlərində, detallarda və s. mənə çox lazım olur. Onu slow eləyib etməyəcəyimə montajda qərar verirəm. Ona görə elə 60-dan çəkirəm. Amma vloqlarımın özündə 30-a qoyuram. Onu belə rahatlıqla idarə edirəm. Məsələn, buradan keçirsiniz rahat. Mən yəni çəkilişdəyəmsə, reklam çəkilişi edirəmsə, o anda da vlog çəkirəmsə, buradan rahatlıqla 30-u seçirəm. Daha sonra çəkəndən sonra yenidən 60-a qayıdıram. Bu hissə bu qədər. Bunlara dediyim kimi detallı olaraq başqa zaman keçəcəm. Çünki yəni hiss edirəm ki, video çox uzun olacaq. Məncə ağır çəkimi çoxunuz bilirsiniz. Düzdür, tez-tez istifadə olunan funksiya deyil. Ağır çəkimi mən nə üçün burada 1080, 240 qoymuşam? Ümumiyyətlə bilirsiniz ki, yavaş göstərir videonu. Telefon bunu eləmək üçün yəni çox yüksək FPS-lə çəkməlidir. Buna görə də mən 240 seçirəm. Mənə ekstra 4K kimi bir detallı keyfiyyət lazım olmur. Onsuz da FPS-i çox olduğu üçün mənə o axıcılığı özü verir. Keçirəm burada sinematik kayıt.
yəni sistematik mod. Burada birbaşa Deepest Detection və Software Blur texnologiyasından istifadə olunur. Bu birbaşa telefonun özünün verdiyi bir texnologiyadır bizə. Arxa fonu blur eləmək, subject önə çıxartmaq, fokus dəyişməsini avtomatik özü eləyir. Amma bu çox vaxt mənim ən belə xüsusi diqqət elədiyim hissələrdən biridir. Çünki bəzən özü istədiyi kimi nəyisə sistematik eləyir, nəyisə eləmir. Yaxşı ki, manual olaraq idarəsi var bunun. Nəyi deyirəm, onu sizə başa salım. Məsələn, deyək ki, mən bunu çəkirəm. Sizə belə göstərim. Burada kilidləməni və s. sonradan sizə hər birini göstərəcəm. Məsələn, mən indi arxaya soyuducuya fokuslamışam. Daha sonra əlimlə fincana kilidləyirəm, fincana fokuslayıram. Yəni bu fərqi mən elə gəlir görürsüz. Və yaxud da nə bilim bu tərəfinə. Görürsüz, ən iç tərəfinə verdim fokusu, artıq üst hissəsinə yox. Nəysə, bunları daha sonra danışarıq. Mənə burada həm yüksək keyfiyyət, həm də yüksək FPS lazım olduğu üçün elə ən yüksəkləri də seçirəm. Bu hissədə deyəcəklərim bu qədər. Keçirəm səs hissəsinə. Stereo iki fərqli mikrofon vasitəsilə səsi yazır. Bu da videoda daha real və geniş səs hissini verir insana. Mən əlavə olaraq mikrofondan və s. istifadə etdiyim üçün birbaşa həmişə belə stereoda saxlayıram. QR kod bilirsiniz, avtomatik QR kodları oxutmaq üçündür. Algılanan mətni göstər, harasa siz bir tekst varsa onu oxutmaq üçün və yaxud da nə bilim coffee shopun adını, kitabda olan bir hissəni və s. rahatlıqla oxudursunuz, nə bilim kopya edirsiniz, translate edirsiniz, axtarışa verirsiniz. Izqara mənim ən sevdiyimdir. Çünki bu, yəni ən rahat, heç telefonu düz tuta bilməyən biri üçün belə çox rahatdır. Xüsusilə bir neçə detallarda daha çox lazım olur. Baxın, bu xətlərdir ızqara olan. Hər hansı bir məhsul çəkilişində istifadə edəndə məsəl üçün siz bunu hansını istəyirsinizsə otuzdura bilirsiniz. Təbii ki, burada bucaqlar var. Onların hamısı detallı, yəni mən burada deyə bilməyəcəm. Rahatlıqla oturdub o şəkildə hərəkət elətdirə bilirsiniz. Yəni bu hissələr rahatdır. Su tərazisi, bu da ortadakı olandır. Baxın, budur. Görürsünüz, xəttlər düz deyil, amma belə eləyəndə düzləşəndə sarı xət olur. Bu telefonun nə qədər düz olub olmadığını göstərir sizə. Mahmuddan da yaman sıxıldım. Ön kamera yansı, çərçivə dışında görüntülər, nə bir fotoğraf modunda portret. Bunların hamısının açıqlaması altında var deyə mən hamısını bir-bir, hətta bu da hamısını bir-bir açıqlamıram. Çox baza, yəni telefonu işlətdiyimiz funksiyalarda Fusion kameraya keçim. 24 mm ümumiyyətlə default iPhone lensidir. Yəni iPhone öz lensi, yəni linzası nə deyilir, lensdir də məncə. Yəni başa düşürsüz, ümid edirəm. 24 mm-dir. Yəni bu hər zaman heç nə etmədən toxunmadığımız default o deməkdir. iPhone lensidir. 28-35 isə digital crop üçün yaradılan lenslərdir. 28-35-i də açıq saxlayırıq. 24 isə seçirik. Çünki 28-35 bizdə açıq olduğu üçün zaten biz onu istəsək montajda əlavə olaraq oynaya bilirik. Ümumiyyətlə lenslərin kənarı görünməkləri də buna daxildir. AI texnologiyasını istifadə edəndə fərqli lokal legendslər var. Məhz onların yaranmasına da imkan verir bu lensləri açıq saxlamaq. Mənə elə gəlir ki, ümumi deyəcəklərim bu qədər. Çünki çox uzun olmasın. Qalanını daha detallı, əgər istəsəz təbii ki, bundan sonraki vlogda başa salaram. Düşünürəm ki, gərək ayrıca bəlkə də başlıq altında belə videolar çəkməyə başlayım. Düzü zaman tapa bilmirəm. Çalışım hissə-hissə də olsa əlavə edeyim vloglara ki, siz də yararlanasınız. Çünki Instagramda bu qədər uzun və detallı danışmaq olmur. Bu vlogu burada bitirim. Əgər sizə də maraqlı oldusa, izlədiniz və yararlandınızsa ən əsası, ümumiyyətlə çəkilişlərin də kadr arxalarını izləmək sizə maraqlıdırsa, mənə yazın. Mən daha da həvəsləndim çəkmək üçün. Bəyənməyi və abunə olmağı xüsusilə unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn vlogda görüşərik. Bu da sizə vlog kamera arxası olsun. Tripoduma telefon qoymuşdum çəkiliş üçün. Pivə stakanına da işığımı qoymuşam. Görürsünüz, harda belə produktivlik var.